Salam, dəyər yayınlar sınaq 1, 7-ci sinif riyaziyyat suallarının izahına baxaq. Keçək suallara. Deməli 26-cı sualda aşağıdakı ifadələrin hansı n-in bütün qiymətlərində təkdir? N-in bütün qiymətlərində tək deyirsə, yəni bir tək bir cüt yoxlamamız lazımdır. Deməli buradan yoxlayaq. N-in yerinə 1 yazsaq 9, üzərinə 8 gəlsək 17. 9 dəfə 2 18, üzərinə 8 gəlsə bu cüt oldu. Artıq olmadı. Bu ifadə həmişə cütdür. Yəni bunu yoxlamağa ehtiyac yoxdur. 8n-in özü həmişə cüt. 6 da gəldikdə bu cüt eləyir. 9n. 9-u 1-ə vursaq 9 üzərinə 7 gəlsək 16. Bu da cüt eləyir. 6-nı 1-ə vursaq 6 üzərinə 7 gəlsək 13. Deməli 6 dəfə 2 12. Doğru cavabımız D variantı olacaq. Bunu özünüzdə yazıb yoxlaya bilərsiniz. 27. 10 dərəcəni Farenheit qiymətini hesablayın. Deməli, buradan Farenheit bərabərdir. Celsius vurulsun 1,8 plus 32. Farenheit bərabərdir. 10 vurulsun 1,8 üzərinə gəlsin 32. O da bərabərdir 50 dərəcə. Doğru cavabımız D variantı. A ədədini 5-ə böldükdə, yəni A bölünsün 5, qalıqda 4 alınır. Qalıqda 4 alınırsa, natamam qismətdə 1. Buradan A bərabərdir 9-a. 2A plus 3 cəminin 5-ə bölünməsindən alınan. Yəni 2 vurulsun 9 plus 3 bərabərdir. 18, 21. 21-in 5-ə bölünməsindən alınan qalıq 1. Doğru cavabımız A variantı. Cədvələ görə kütləsi 30-39 kiloqram aralığında olan şagirdlərin sayının kütləsinin 30-39-u əvvəldə tapaq. 30-39-da sayı 5, 30-39 arası. Burada isə 7. Deməli, bu ikisi bir yerdə oldu 12. 40-49. 40-49 arasında isə 7. Neçə vahid çox olduğunu tapın. 12, 7, 5 vahid. Doğru cavab D variantı. 2 ardıcıl. Ardıcıl 2 cüt ədədin cəminin 4-ə bölünməsindən alınan qalığı tapın. Ardıcıl 2 cüt ədəd. İstənilən ardıcıl 2 cüt ədəd götürək. Məsələn, 8, 10. Cəmi 18. 4-ə bölünməsindən alınan qalıq 4, 2. C variantı. Ədədlər sırası üçün aşağıdakılardan hansı doğru deyil? Diqqətli olun, doğru deyil deyirsən. Modası 8. Modası həqiqətən 8-dir. Bəli, 8-dir. Doğrudur. Medianı 9. Median üçün ədədləri ardıcıl düzməmiz şərtdir. 8, 10, 12 və 16. 1, 2, 3, 4, 5, 6, 18 bölü 2 bərabər 9. Bəli. Median da 9. Ən böyük fərq 11. 16 çıx 6. 11 deyil. 10'dur. D variantı. 32. 15 və A ədədlərinin ortaq olmayan sadə vurğuların hasili 6. 15 və A. Yəni C bərabərdir. Əkob. Bölünsün əbob. Ortaq olmayan sadə vurğuların hasili 6'dır. Bu formada. A-nın mümkün qiymətlərinin cəmini tapın. Deməli, buradan biz yaza bilərik ki, əkob AB yazaq, 15 və A. A15 bərabərdir əbob vurulsun 6-ya. Bu formada yaza bilərik. Daha sonra biz buradan nə edə bilərik? Əkob AB, yəni A15 vurulsun əbob A15 bərabərdir nəyə? A vurulsun 15-ə. Bu formada yaza bilərik. Və əkob A15 nəyə bərabərdir? Baxın, yuxarıda. Əbob vurulsun 6-ya. Yerinə yazsaq, əbob vurulsun 6 vurulsun əbob bərabərdir A vurulsun 15. Bu da nə edir? Deməli, əbobun kvadratı bərabərdir. Hər tərəfi 3-ə ixtisar eləsək. A vurulsun 5 olacaq.
Bu formada. Buradan biz bir cavab ala bilərikmi? Bu daha uzun getdi. Deməli, daha qısa bir yol tapaq. 15 və adətlərin orta olmayan sadə vurğuların hasili 6. Təbii ki, burada deməli, ortaq olmayan deyirsə, S-ni 6 götürdük. Deməli, burada bu yolla uzun getdiyinə görə biz nə eləyə bilərik? Baxın, belə bir, deməli, əkov A15 bölünsün əbob A15 bərabərdir bizə neçə verib? 6 verib. Yəni, baxın, bu hissəni silirəm. Bu hissəyə ehtiyac yoxdur. Burada nə eləyə bilərik? Burada biz onu düşünməliyik ki, hansı ədədləri, yəni əkov olaraq bir-birinə bölsək 6 eləyər. Təbii ki, 15-dən böyük olması lazımdır. Çünki əkov məsələsi var. Bu 30 ola bilər. 30 bölünsün 5. 60 bölünsün 10 ola bilər. Bir də 90 bölünsün deməli 15 ola bilər. Artıq 15-i də keçməməsi lazımdır. Burada indi yoxlayaq. Əkovun 30 olması üçün A bərabərdir 10 olmalıdır. Bunda bir problem yoxdur. Ödəyir. Yerinə qoysaq ödəyir. 60-da amma əkovun 60 olması üçün A 4 olmalıdır. A 4 olanda məxrəc 1 eləyir. Qarşılıqlı sadəliklər. Ona görə bunu ödəmir. Burada 90. 90 olması üçün A bərabərdir 90 olarsa, elə əkov da 90 olur. Artıq ən böyük qiymət də 15. Deməli, burada mümkün qiymətləri elə 90 ilə 10 olur. Doğru cavabımız 100. Biraz çətin tipli sualdır. Fermada 20 keçi, 35 inək və 45 qoyun var. Bu məlumatı dairəvi diaqramda göstərsək, keçilərə uyğun bucaq neçə dərəcədir? Deməli, keçilərə uyğun. %360'da 20. Bu nə deməkdir? Yaxşı, gəlin bunu dairəvi diaqramda göstərək və yaxud da ki, bunu bu formada da yaza bilərik. Ümumi 70-80 100 eləyir. 100. 20 100-ün neçə faizdir? 20 bölünsün 100, yəni 5-də 1 olur. Deməli, 360-ın 5-də 1-i nə olar? Keçi olar. 5-də 1 də nə deməkdir? 72. Doğru cavabımız A variantı. Əkobu 126, əbobu 6 olan 2 ədəddən biri 42 olarsa digərini tapın. Bunu konkret düsturdur. Əbob AB vurulsun əkob AB bərabər də vurulsun B. Əkobun yenə 126 yazaq. Mən indi yerini dəyiş yazdım. Heç bir problem yoxdur. Çünki vuruqların yerini dəyişsək də hasil dəyişməz. 42-yə bölsək burada 3, 3-ü 6-ya vursaq 18. Doğru cavabımız B variantı. 32-ci suala gəlincə. 32-ci sualda deməli, olarsa A-nı tapın. Burada yerinə yazsaq 2A plus 27 bərabərdir 1,8A plus 32 olacaq. Buradan da 1,8 bu tərəfə keçirsək 0,2A bərabərdir 5 olar. A bərabərdir 25'ə. Doğru cavabımız B variantı. Rəqəmləri fərqli olan ən kiçik 7 rəqəmli natural ədəd. Rəqəmləri fərqli ən kiçik 7 rəqəmli natural ədəd deyirsə 1, 2, 3, 4 deməli oldu 5 rəqəmli 5. 7 rəqəmli ən kiçik natural ədəd 9-a böldükdə qalıqda neçə alınır? Deməli 11, 15, 20, 21. Qalıqda 3. C variantı. 336 ədədinin neçə müxtəlif sadə vurğu var? 336 ədədini sadə vurğulara ayıraq. 2-yə
Deməli 168 2-yə 84 2-yə 42 7-yə bölürəm birbaşa 6 2-yə 3-ə 3-ə 1 formada. Müxtəlif deyirsə 2, 3 və 7. 3 sayda. Doğru cavabımız A variantı. Ədədlər sırasının medianı. Median deyirsə ədədlər mütləq şəkildə ardıcıl düzülməlidir. 5, 6, 8, 9, 9, 11 və 15. 1, 2, 3, 4, 5, 6, 7. Tək sayda olduğuna görə 9. Doğru cavabımız B variantı. 2 rəqəmli ədədi üçün 10A plus B bərabərdir A plus 8B. A-nı sağ tərəfə atırıq, 9A bərabərdir, B-ni sol tərəfə atırıq, 7B-yə. A bərabərdir 7-yə, B bərabərdir 9-a. A-nı soruşur 7. Doğru cavabımız C variantı. Piktoqramda 7-ci sinif şagirdlərinin kinoteatra gedənlərin sayları haqqında məlumat vermişdir. Piktoqrama əsasən 2-ci və 3-cü həftə ərzində neçə şagird kinoteatra getmişdir? 2-ci ilə 3-cünü soruşduğuna görə biz bunları tapmalıyıq. 1-ci həftə bizə ehtiyac deyil. Deməli, burada olur 23 şagird. Burada isə olur 41 şagird. Cəmi soruşduğuna görə 64. C variantı. Baxaq 41-ci suala. Deməli, ədədinin ən kiçik ortaq böləni, yəni əkobunu soruşur. Bu 1000. 1000 nə deməkdir? 125 vurulsun 8, yəni 2-nin kubu vurulsun 5-in kubu. Digər ədədimiz 2 üstü 4, 300 nə deməkdir? 2 üstü 4 vurulsun 5-in kvadratı, 2 üstü 4 yox, 2 üstü 2 vurulsun 5-in kvadratı, 100 vurulsun 3. Bu da elədir 300. Əkobunu soruşursa ən böyük ədədi götürək. 2 üstü 3. 2 üstü 3-ə əlavə eləyəcəyik bir dənə 2-ni. 2 kvadratına artıq ehtiyac deyil. 2 üstü 4 getdi. 5-in kvadratına ehtiyac yoxdur. Bir dənə də 3 əlavə eləyirik. Deməli, baxın, buraya qədər 1000 idi. Bu da 6. 6000. Doğru cavabımız B variantı. Ədədlər sırasının modasını soruşursa 1, 2, 1, 2, 3. Cavabımız 16. Bilirik ki, ən çox təkrarlanan ədəd modadır. 105 ədədi aşağıdakı ədədlərdən hansı ilə qarşılıqlı sadədir? 105-in özü 3-ə, 5-ə bölünür. Deməli, 5-ə bölünənlə olmaz, 3-ə bölünənlə olmaz. 123 3-ə bölünür, olmaz, 128 ilə. Doğru cavabımız D variantı. 100 ədədinin natural bölünlərindən ibarət ədədi sıranın ən böyük fərqini tapın. 100 ədədinin natural bölünlərindən bilirik ki, bütün ədədlər 1-ə bölünür və bir ədədin ən son bölündüyü bölən özüdür. Deməli, fərqini soruşursa 99. Ən böyük fərq 99 B variantı. Neçə yüzlük var? Təklik 10-luq. Yerdə qaldı 54. Doğru cavabımız A variantı. Sütunlu diaqramda 7-ci sinif şagirdləri arasında keçirilən evdə hansı heyvanı saxlamaq istəyirsiniz sorğusunun nəticələri göstərilmişdir. Diaqrama görə evdə dovşan saxlamaq istəyənlərin sayının evdə meymun saxlamaq istəyənlərin sayından neçə faiz çox olduğunu tapın. Deməli, söhbət nədən gedir? Dovşan və meymun. Dovşana baxaq. Deməli, bura qədər 5-dir, 6, 7, 8, 9. Deməli, 9. Dovşan 8 olacaq. Dovşan 8. Dovşan saxlamaq istəyənlər 8 oldu. Meymun saxlamaq istəyənlər isə 5-dir. Meymun. Bu da 5-dir. Neçə faiz çox olduğunu tapın. 8 bölü 5 vur 100. Da bərabərdir. Deməli, eləyəcək 160. Yəni 60% çox olduğunu və yaxud da ki, aralarındakı fərq nədir? 3. 3, 5-in neçə faizdir? 3 bölünsün 5 vurulsun 100 bərabərdir. Yenə də 60% olacaq. C variantı. Yəni 8 5-dən neçə faiz çoxdur? 60%. Yəni 5-in 60%-ni tapsaq 3 eləyər. Onu da üzərinə gəlsək 8. Natamam qismət 7. Yəni x bölünsün y. Bölən 6. Böləni də verib 6. Natamam qismət 7. Qalıq 5. Biraz
Atalım qismətdə 7 doğru. Bölən 6 qalıq 5. X bərabərdir 47. B variantı. 48. 3 ardıcıl natural ədəd. N plus 1, N plus 2. Cəmi 177. 3n bərabərdir 174-ə, n bərabərdir, deməli olacaq 58-ə. Bu ədədlərdən ən böyüyünün natural böləni. Ən böyüyü deyirsə 60. 60-ın natural bölənlərinin sayı. 60 nə deməkdir? 2 üstü 2 vurulsun, 3 vurulsun, 5 deməkdir. Natural bölənlərin sayı 2 plus 1, 1 plus 1, 1 plus 1. 3, 4, 12. Doğru cavabımız 12. 5 ədədin ədəd ortası, yəni x plus y plus z plus t plus k. Ədəd ortası 5-ə böldük, bərabərdir 8,4-ə. Deməli, bunların cəmi nəyə bərabər imiş? 8,4-ü 5-ə vursaq, bu da neçə eləyər? 42. Bunların cəmi deməli 42-yə bərabər imiş. Bu ədədlərə hansı ədəd əlavə etsək, ədəd orta 9-a bərabər olur. Bir ədəd əlavə edəndə ədəd orta neçə olur? Yəni 6-cı ədəd gəlir, düzdür? 6-ya bölməliyik, bu da deyir 9-dur. 9 dəfə 6, 54. Bayaq 42 idi, indi isə oldu 54. Deməli, əlavə etdiyimiz ədəd hansıdır? 12-dir. 144 və 168. Bunların əbobunu istəyir. Həmçinin 126 ilə 108-in də əbobları cəmli. 144 nə deməkdir? 144-ü sadə vırıqlarına ayırsaq 2-yə 72, 2-yə 36, 2-yə 18, 2-yə 9, 3-ə 3, 3-də 3-ə 1. 168 bəs nədir? 2-yə 84, 2-yə 42, 2-yə 21, 3-ə 7, 7-yə 1. Deməli, bunun əbobunu əvvəlcə tapaq. 2, 2-lər, daha sonra birdən də 3. 8 dəfə 3, 24. 8 dəfə 3, 24. Burada tapdıq 24. 24 üzərinə gəlsin. 126, bir də 108. Mən bunları plus minusla ayıracağım. 2 plus. Yəni, hər ikisi bölünürsə plus yazıram. 54. 3-ə də hər ikisi bölünür. Plus 21. Burada da alınır. 18. Yenə 3 plus 6. Burada da 7. 7 minus 1'i bölünür. Minus 3 minus. Burada da əbobu soruşursa, plus olanlar əbobdur. 3 dəfə 3, 9, 18. 24-ün üstü 18 gəlsək, cavabımız eləyər 42. Doğru cavabımız 50-ci sualda oldu 42. Bu qədər bütün sualların izahına baxdıq. Kanala abunə olub, bəyənməyi unutmayın. Sağ olun, uğurlu.